Bugünkü bizim qonağımız Pəri xanımdır. Onun özünün qadın salonu var. Necə bu sahədə inkişaf eləmək olar, o haqqda sizlərə ətraflı məlumatlandıracaq. Gözəlliyi sevən xanımlar ekrana yaxın əyləşin. Bu video məhz sizlər üçündür. Mənim xəyallarımın ardınca verilişimin daimi və sevimli izləyiciləri, sizləri yeni ilin, 2026-cı ilin ilk ayında ilk yeni buraxılışımızla sizləri salamlayıram. Bizim mövzuların arasında Almaniyada uğur qazanan soydaşlarımızın uğurlarını çəkib sizlərə göstərmək və eyni zamanda sizləri bu videolarla maarifləndirməkdir. Bu mənada bugünkü bizim qonağımız hörmətli Pəri xanımdır. Onun özünün qadın salonu var. Çox gözəl işlər görür və həqiqətən də işinin peşəkarıdır. Yavaş-yavaş biz içəri giririk. Öncə sizlərə buraları göstərim. Görürsüz ki, və sizə bu işin necə görmək olur, necə bu sahədə inkişaf eləmək olar, o haqqda sizlərə ətraflı məlumatlandıracaq. Biz yavaş-yavaş içəri giririk. Bir şey də xüsusilə qeyd edeyim ki, doğrudan da Pəri xanım həqiqətən işinin peşəkarıdır. Bu sahədə oxuyub, çoxlu sertifikatları var. Xanımlar, bu video məhz sizlər üçündür. Gözəlliyi sevən xanımlarımız üçündür. Pəri xanım, salamlar. Salam Şamxar bəy, çox xoş gəlmisiniz. Xoş gününüz olsun. Sizləri gördük, sevindik. Sizin kimi bir Azərbaycan xanımı uğur qazanan həqiqətən bizlərin fəxridir. Bizi qonaq kimi qəbul elədiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun, minnətdaram. Yavaş-yavaş başlayaq. İstəyirsiniz öncə bir sizin salonla bizi tanış eləyin, sonra oturaq intervyumuzu verək. Olar? Bizim salonumuz Rayne şəhəri, Enerve torpağında yerləşir. Hanzallerstrasse 1A. Yəni Hanzallerstrasse deyəndə bizim Azərbaycanlarımız, yəqin ki, biz Azərbaycandan izləyən izləyicilərimiz üçün daha detallı, açıq, aydın olması üçün düşünürəm ki, Hanzalle küçəsi deməkdir. 1A Rayne şəhəri. Salonun ilk giriş hissəsində gördüyünüz kimi gözəl belə bir sertifikatlarla dekorasiya olunmuş, gözəl, yəni 25 il ərzində əldə elədiyim, mənim üçün necə deyim, uğurlarımın göstəricisi olan bütün sertifikatları görürsünüz. Təbii ki, daha çoxları da var. Bu hissədə də görürsünüz. Yəni hər birini bir-bir. Bunlar Türkiyədə, Antalyada, seminarlarda, master klasslarda, workshoplarda əldə elədiyim həm təşəkkürnamə, həm ödüllər və orada da sertifikatların bir hissəsi var. Təbii ki, burada da, bu hissədə də bəzilərini yerləşdirə bilmişik. Siz bu sahədə səhv eləmirəmsə dünyada 3-cü yerdə tutdunuz. Bəli. Dünya mükafatçısısınız. Bəli, belə deyim ki, yeni gəlmişəm səfərdən. Soçidə məşhur, belə deyim, dünyaca tanınmış stilist, usta Georgi Kotun hazırladığı dünyaca 45 ölkənin qatıldığı çempionatda mən də iştirak eləmişəm. Təbii ki, Almaniyanın nümayəndəsi olaraq və orada da biz 3-cü yeri qazandıq. Bununla mən çox qürur duyuram və qısa bir nüans da keçmək istəyərdim ki, Almaniyada yaşayan bütün həmkarlarıma növbəti çempionatlarda iştirak eləmək üçün onlara hər bir köməkliyimi göstərə bilərəm. Sadəcə məndən əlaqə saxlasınlar. Biz birlikdə dünya necə deyim, çempionatlarında, master klasslarda birlikdə iştirak eləyə bilərik. Bu doğrudan da çox böyük bir uğurdur. Qərib ölkədə gəlmək, dil öyrənmək, adaptasiya olmaq, cəmiyyətə qaynayıb qarışmaq və plus da belə uğurlar qazanmaq doğrudan da sizin də, mən də bir Azərbaycanlı olaraq qürur duyuram. Təşəkkür edirəm. Fəxrimizsiz. Çox sağ olun. Bu uğurun ən vacib göstəricisi məqsədli və öz uğruna addımlamaq. Heç bir çətinlikdən qorxmamaq lazımdır. Çətinlik öldürmür, çətinlik gücləndirir. Bu həmişə mənim söylədiyim bir devizdir. Heç vaxtı çətinlikdən çəkinməyəsiniz. Düzdür, təbii ki, gözəllik arxasında hər zaman çətinlik durur. O çətinliklərə, necə deyim, dayanmaq gücü o arzulara çatmaqdan gəlir ki, yəni o arzuya çatmaq üçün o çətinliklər sənin üçün çox kiçilir. Kimin nə sualı olarsa bu iş sahəsində
gözəllik sahəsində mən sizlərə hər zaman kömək eləməyə, dəstək olmağa hazıram. Çəkinmədən mənə müraciət eləyin. Bu kiçik bir giriş idi. Gözəlliyi sevən xanımlar ekrana yaxın əyləşin. Bu video məhz sizlər üçündür. Pəri xanım doğrudan da bu sahənin ən xırda detallarını belə sizlər üçün açıqlayacaq. İzləməyə davam edin. Buralar çox maraqlıdır. Yavaş-yavaş keçək suallarımıza. Pəri xanım, Azərbaycandan çıxıb Almaniyada salon açmaq ən çətin olan nə idi? Təbii ki, bu çox çətin bir prosesdir ilk başda. Belə ki, sən birinci başqa bir ölkəyə gəlirsən, adaptasiya olmalısan. İlk öncə sənədləri təsdiqləməlisən. Almaniyada bildiyiniz kimi sənədləşdirmə bu sistem çox çətindir, amma o çətinlikdən də deyirəm, qorxmaq lazım deyil. Və bütün sənədləri burada tərcümə və təsdiqi önəmlidir. Sonrasında da yəqin ki, işin keyfiyyətli olmağı, müştəri təbii ki, sizi artıq tanıyır və çox rahatlıqla da, yəni birinci özünüzü tanıtmaqdır. İşlərinizi, sənədlərinizi qaydasına saldıqdan sonra öz işinizi nümayiş elətdirməkdir. Belə deyək də, bu müqayisə olaraq bu prosedurlar Azərbaycanda rahat olur, yoxsa Almaniyada? Belə deyərdim, mən artıq 16 ildir Almaniyada yaşadığım üçün hal-hazırki vəziyyətlə müqayisə eləyə bilmərəm. Təbii ki, 16 il öncə olan yəni iş həyatı ilə müqayisədə burada çox çətindir. Çünki burada Meister brief olmadan, yəni ustalıq diplomun olmadan salon açmaq ixtiyarın yoxdur. Əgər özünün ustalıq diplomun yoxdursa, başqa bir ustanın diplomu ilə təbii ki, işlədə bilərsən. Ona da heç bir problem də yoxdur. Bəs bu Ausbildung eləmək istəyən dostlarımıza bu sahədə nə məsləhət görürsünüz? Necə olur? Hansı mərhələlərdən keçir? Yenə də deyirəm, çətinlik hər zaman var. Ancaq əgər insanın məqsədi, özünə inamı varsa, heç bir çətinlik yoxdur. Təbii ki, 3 il Ausbildung elədikdən sonra Gesellenbriefdən sonra Meister brief, yəni bu etapla, ardıcıllıqla təbii ki, Mərhələ-mərhələ. mümkündür. Əlbəttə. Bu eyni zamanda sizlə bizim bu çəkdiyimiz veriliş də bir növ gənclər üçün də bir motivasiya və eyni zamanda maarifləndiricidir ki, bu sahəni seçən dostlarımız bax bu video onlar üçün çox gözəl materialdır. Belə ikinci bir sualımız doğrudan da maraqlı bir sualdır. Alman müştərilərlə işləmək necədir? Bizimkilər kimi biraz ucuz elə belə şeylər var yoxsa? Təbii ki, yəni açıq deyəcəm, Buyurun. mədəniyyət fərqlidir və ucuz elə söhbəti, düşüncəsi, sualı yoxdur. Qiymətlər sabitdir. Yəni aşağı-yuxarı bazarlıq eləmirsiniz. Bunu da buradan bizim müştərilərimizə deyək ki, bilsinlər ki, artıq Pəri xanımın salonuna gələndə bu mövzu ilə bağlı ümumiyyətlə danışmağa dəyməz. Düzdür? Təbii ki, Təbii ki, istisnalar var. Yəni istisnalar var. təbii. Öz doğma həmvətənlərim üçün istisnalar var. Ancaq normalda bəli, qiymətlər sabitdir. Və mən bunu buradan vurğulamaq istəyirəm ki, əgər doğrudan da bir brend, bir marka olmaq istəyirsənsə, o qiymətlər sabit qalmalıdır. Öz işinə dəyər, öz işinin keyfiyyətinə dəyər, sabit qalmalıdır. Bəs necə fikirləşirsiniz? Almaniyada bu sahədə rəqabət var, yoxsa yox? Ümumiyyətlə ən çox bu işdə üstünlük hansı xalqlara məxsusdur? Belə deyərdim ki, yəni bu bronzda yəni fərqlidir. Belə fərqlidir ki, almanlarla çalışmaq daha rahatdır. Nəinki belə deyim ki, gəlmələrlə. Təbii ki, onlar daha çox abartılı makiyaj, abartılı saç düzümləri, amma almanlarda bu çox sadədir və rahatdır. Demək ki, daha çox yerli millətlə, yerli cəmaətlə işləmək daha sizin üçün uyğundur. Nə gözəl. Gəlin açıq danışaq. Almaniyada qadın salonunu işlətmək həqiqətən qazandırır, yoxsa? Təbii ki, qazandırır. Sabit və sistemi qurduqdan sonra çox da gözəl gəliri var. Amma sadəcə səbirli və sistemi qurmaq lazımdır. Bizim millətdə də maşallah biraz səbirsizlik var. Həmən xərclər yerinə qazancı görmək istəyirik. İlk başlarda xərclər çoxdur. Vergilər, rəsmi sənədlər, bunlarla doğrudan da necə deyim, tam sərgə səhmana salmaq çox çətin bir prosesdir. Amma o prosesi keçəndən sonra gəlir çox gözəldir.
Nə gözəl. Yəni belə deyək də, bir ailəni saxlamaq olar, mümkün. Təbii ki. Nə gözəl. Bu işdə ən çox sizi əsəbləşdirən məqamlar nədir? Bəli, sənəd işləri və qaydalar əsəbləşdirmir. Dediyim kimi biraz əvvəl vurğuladım. Bizim millətdə biraz o səbirsizlik var. Hər şeyi biz həmən əldə eləmək istəyirik. Təbii ki, mən burada gələndən sonra o master brifi, yəni o diplomu təsdiqləmək, imtahanlara getmək həddindən artıq məni səbirsizləşdirirdi. Əsəbləşdirirdi də, təbii. Növbəti sual Azərbaycandan gələn qadınlar üçün mən də salon açaram deyənlər nələri bilmədən yola çıxır? Onlar təbii ki, vergiləri, rəsmi xidmətləri, ən vacib olan yenə deyəcəm ki, dil biliyidir. Dil biliyidir. Təsəvvür eləyin ki, bir ölkəyə gedirsiniz, sizin işlərinizi orada rəsmiləşdirmək üçün, sənədləşdirmək üçün mütləq ki, o ölkənin dilini bilməlisiniz. Yəni mütləqdir dil biliyi, sənədləşdirmə, rəsmi xidmətlər bunları bilməlidirlər. Sənədsiz, məsələn, master bilirsiz, salon açmaq qadağandır. Evet, bu da Almaniyanın sərt qanunlarıdır Bəli. demək ki. Son söz olaraq bizim izləyicilərə nələr demək istəyərdiniz? Bizim tamaşaçılara buyurun. Hər bir həmvətənlimə uğurlar arzulayıram. Bayaq vurğuladığım kimi çətinlik öldürmür, çətinlik gücləndirir. Heç vaxt qarşınıza çıxan maneələrdən geri addım atmayın. Hər zaman irəli. Və dediyim kimi ehtiyacı olan insanlara da təbii ki, mənə əlaqə saxlasınlar. Sənəd işlərində onlara öz keçmiş o çətin yolda təcrübədən paylaşım edərəm sevə-sevə. Nə gözəl. Bir daha sizə təşəkkür edirik. Mən təşəkkür edirəm. Siz o uzun yol gəlmisiniz. Yox, estağfurullah. Bizim bir borcumuzdur. Mən hər zaman deyirəm, hər hansısa bir sahədə uğur qazanan bir Azərbaycanlı mənim fəxrimdir. Əgər də eyni siz dediyiniz kimi, necə ki siz deyirsiniz, mən bölüşmək istəyirəm soydaşlarımıza, faydalı olmaq istəyirəm. Eyni şeydə mən düşünürəm. Əgər bir sahədə hər hansısa bir soydaşımız uğur qazanırsa, bir Azərbaycanlı olaraq elə başlayır. Bu da mənim borcumdur ki, gəlim çəkim, işıqlandırım. Mənim də əlimdən bu gəlir. Belə, bir daha təşəkkür edirəm. İnşallah yeni ildə sizdən daha çox böyük uğurlar gözləyirik. Siz hər zaman dediyim kimi, bayaq vurğuladığım kimi bizim fəxrimizsiniz. Biz sizlə qürurlanırıq, qürur duyuruq. Həm şəxsi həyatınızda, həm iş karyerinizdə sizə bol-bol uğurlar arzulayırıq. Bir daha təşəkkür edirik, var olasınız. Çox sağ olun. Mən də öz növbəmdə bütün Azərbaycanlı həmvətənlərimə uğurlar arzulayıram. Qərib ölkədə yaşamaq biraz bizim o düşüncələr çətin, yəni çətinliyə salır. Əslində heç nə çətin deyil. Uğurlu olsun işləriniz, davamlı olsun və dəstəyiniz üçün, bu gözəl, möhtəşəm təşəbbüsünüz üçün mən də sizə təşəkkür edirəm. Var olasınız və buradan bir kiçik nüans edəcəm. Ola bilsin ki, Avropada uzaq salondan, yəni mənim iş yerimdən uzaq məkanlarda yaşayan həmvətənlərimizin nişan günlərində, toy günlərində, özəl günlərində yerində də xidmət göstəririk. Sadəcə əlaqə saxlasınlar və Paris Beauty World-dən onlar üçün live story hədiyyə olur. Nə gözəl. Bax, buradan da ailə quracaq xanımlarımız üçün gözəl bir belə deyək, mesaj oldu. Bunu da diqqətinizə alın, diqqətinizdə, nəzərinizə saxlayın ki, Pəri xanım bax belə bir jest edir. Nə gözəl, Allah ürəyinizə görə versin. Bir daha təşəkkür edirik, çox sağ ol deyirik. Var olun. Belə dostlar, demək xəyallarımın ardınca verilişimin növbəti buraxılışı yeni ildə ilk buraxılışı sona çatdı. Bir daha mən sizlərə təşəkkür edirəm. Ümidvaram ki, gözəl sizlər üçün bir gənc xanımlar üçün, gözəlliyi sevən xanımlar üçün bir motivasiya verici, bir maarifləndirici bir videodur. İzləməyə davam edin, kanalıma abunə olun, çoxlu şərhlər yazın. Belə, təşəkkür edirəm izlədiyiniz üçün. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə hələlik deyirik. Sağ olun.